qanunvericilik yetkinlik yaşa çatmış övladların da öz valideynlərini saxlaması vəzifəsini müəyyən edir. Bunlar əmək qabiliyyəti olan yetkinlik yaşa çatmış övladların maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynləri saxlamaq və onlara qayğı göstərmək vəzifəsi, borcu müəyyən olunub və əgər təbii ki, bu məsələdə də o tərəflər bu məsələni öz aralarında həll eləyə bilmirsə, onda məhkəməyə bu müraciət oluna bilər. Yetkinliyə çatmış övladların valideynləri saxlamaq vəzifəsi də qanunvericiliyə görə məhkəmə bunu sabit pul məbləğində müəyyən edir və təbii ki, burada sabit pul məbləğində müəyyən edilsə belə qanunvericilik onu müəyyən edir ki, əgər şəxsin bir neçə yetkinlik yaşına çatmış övladları varsa,